Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Mart ayının 6-sında TV Nəsrəvaz yolunda çox çətin şəraitdə irəliləyir maşınımız. Yağış yağa gedirik. Yağış kəssə daha da sürüşkən olar yol. Yağış yağanda kanalla su axır. Lil qatın yuyur, maşın elə də sürüşmür. Gecə səhərə qədər aram yağıb. TV'dən çıxanda şiddətin artırmışdı. İndi biraz səngiyib. Ancaq yola neçə yerdə daş tökülüb. İri daşlar. Qar yağmadısa bu yolu ancaq buradan gedənlər təmizləməlidir. Qar kəsdi, iş bitdi. Doğru söz deyəndə də adamı düşmən elan edirlər. Hava dumandır. Çox qatı olmasa da 15-20 metr məsafəni aydın görmək olur. Bir həftədə geçsəydi Mart ayında bayram tətilləri var. Sağımız tutarardı bu yollardan. İnsanları başa salmaq olmur. Kimin südündə nə varsa sümüyündə də olur. Südünə girən sümüylə çıxar o məsəl. Babam Süleymanoğlu deyirdi ki, köksüz ağacın nə dibində otur, nə üstünə çıx. Üstünə çıxsan aşacaq, dibində otursan da sənin üzəri o devriləcək. Yazın bir yerə bu atalar sözü. Keçən həftə rayona getməliydim. Tələsik bir iş vardı. Maşının nömrəsini ora-burasını yumuşdu. Şəhərin çıxışında da postu qoyublar. Niyə maşın yürülmüyor? Çox demirəm, bir dəfə bu yolu gələ onlar. Onda bilərlər ki, hal nə haldır. Deyirəm, insanlıq halıdır. Dağ kəndində yaşayırıq. Harada yuyacam? Deyir, insanlıq bizə qalır. Suyu elə bil vedrənlə tökürlər. Burada da yola iri bir daş düşüb. Onun yanından keçəndə də yolun kənarına geçmək olursan. Maşın hər an yoldan çıxıb aşa bilər. Bir dənə də iri daş bura. İndi yandan get. Görüm necə geçirsən. Aşağı sürətlə. Sürəti azaltdım. Çıxmadı buranın. Maşında günah yoxdur. Daş tapdalamamaq üçün yandan gəldim. Sürəti azaltdım. İkinci skorçundan da alçıq çəkmədi. Yoxsa maşında heç bir günah yoxdur. Bu maşının qadası düşsün axmaq insanların canlarına. Bunun təkərinə bir mismar batınca onların ürəyinə ox sancılsın. Bax belə qarqışlar da var. Şüşəsilə çatdırır. Şüşəni təmizləyə bilmir.
Qoy, qoy, qoy. Dağa belə şiddətli yağış yağmağı yaxşı deyil. Qarı əritəcək. Dağa qar yağsın. Hava soysa bu yağışın arınlaşıb qara çevrilə bilər. Quru havalarda maşınımız tankı idi. Bugün gəmidir. Dənizləri bir-bir keçir. Bəşir müəllim buradadır, yeri sakindir. Məndən başqa kim gələ bilər ki bu havada? Nə açar, kimsə qapım, badi səbahdan qeyri. Nə yanar, kimsə mənə atəşi dildən ölcək. Yoldan sel axıb gəlir. Vəziyyət belədir. Təbiətin bizə çəkdirdiyi çətinliklərə qatlaşırıq, ancaq insanların çətinliklərin götürə bilmirik. Hər kəs 1 manatdan ötürü insanların 10 min, 100 min, bəlkə həyatına mal olan hadisələrin olmasını istəyir. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Dönüş lap çətin olacaq.